Limonu, ləvəngisi, təndir çörəyi hər zaman bax bu qonaqpərvərliklə bizim cənub bölgəsinin insanları seçilib. Ona görə də bizə deyəndə oradan qonaq gəlir, deyirik xoş gəlib. Mən istəyirəm ki, Rəhim Hüseynovu dəvət edək, qonaq canlıya xoş gəlib. Çoxdan gəlmirdiniz, ay Rəhim müəllim, necəsiniz? Hoş gəlmişsiniz. Ayda Yencən salam, hər vaxtınız xeyir olsun. Bizi izləyənlər ürəkdən salam verirəm. Burada oturan mənim həmkarlarım var. Elşad müəllimlə dostluğunuz olar, siz gedir Lənkərana. Elşad müəllim duzdur da, bizim ürəyimiz canımızdır. Rəhim müəllimin bizə gətirdiyi, xahiş edirəm, o tədarükləri gətirin. Əslində onsuz gəlsəydim Aytəkin xanım deyərdin ki, əslində Azərbaycanın hər bölgəsi gözəldir, amma Talış bölgəsi öz neymətləri ilə həmişə seçilir. Deyərdi ki, ay Rəhim, niyə əli boş gəlmişsən? Bəli, limonumuz, Lənkəran limonu. Baba, Elşad müəllim əyləş. Lənkərandır, Lənkərandır. Hə, doğrudan Elşad. Elşad bəsdir də, deyir ki, mən baxıb deyəcəm. Hə, bax, yaxşı, özü öz bağımızdır ya. Hə. Amma insaflandır. Astaradan almamsan, bax düzdür. Astara elə deyirsən, Astara da ürəyimdir, Lənkəran da ürəyimdir. Sən bu nə? Sən neçədən ürəyim var? Nə ayrı seçkili eləyirsən? Ay, böyrək ikidən olur, ürək birdən olur. Yox, Elşad. Yadında qalsın. Amma hansı kətdir deyə adını deyəcəm sən. Lənkəranın Şağlasir kəndi. Hə, Lənkəran limonu. Yox, inandım, artıq inandım. Ləvəngini də oradan gətirmişsiniz. Hamısı, hamısı. Ay, nə mən dedim ki, Aytəkin xanımın verilişində bir izləmədi. Nətər əli boş gəlim, deyəcək ki, Talış malından gəlmişsən, ay Rəhim, özü də əli boş. Xoş gəlin. Sizin gəlişiniz bizim üçün bir şey qeyd edim, yadımdan çıxacaq. Verilişiniz Aytəkin xanım duzlu verilişdir, gör nə deyirəm. Mən burada baxıram komanda. Mən burada baxıram komanda, maşallah komandanız böyükdür. Amma o efir qarşısında oturanlar qəşəng kadrları görürlər, amma arxa planda, kadr arxasında nə qədər insanların burada əməyi var, onları mütləq qeyd eləmək lazımdır.